Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Bugün sizlərlə qapaq şəkillərimi necə düzəldirəm, onları sizə göstərəcəm. Amma ondan əvvəl hansı proqramlarda, YouTube üçün hansı proqramlardan istifadə edirəm, onları göstərəcəm. Birinci Squarepeak, bu qapaq şəkillərini düzəltmək üçün istifadə edirəm. Sonra bu ikinci Eraser, nə bilim, arka planı silmək üçün olan şeydən istifadə edirəm. InShot. InShotda da qapaq şəklinə tekst yazmaq üçün istifadə edirəm. Pinterest en sevdiğim proqramlardan biri. Bu cür belə qəşəng şeylər, şəkillər var. YouTube Studio var. YouTube'da kanalınızı baxmaq üçün. Video Maker, mən videolarımı bununla montaj edirəm. Sonra ekran kaydedici var. Məsəl üçün indi mən ekran kaydı edirəm və bu proqramdan istifadə edirəm. Vallahi heç Perfect 365 elə belə, yəni YouTube üçün yox, bursa bəzəmək istəyəndə falan. Burada da mənim yapay zekalarımdır. Bir də var CapCut. CapCutdan az istifadə edirəm. Demək olar istifadə eləmirəm qədər. İndi bir dənə vlogum var. Onu mən gəlin qapaq şəklini bir yerdə düzəldək. Bura kollaja girirəm. Sonra məsəl üçün bunu seçirəm. Sonra baxın, bunu seçirəm. Buraları sizə blurlayacağım çünki bəzi özel şeyler var. Mesela için pirog koyuram. Sonra baxaq nə şəkillər var burada. Buradaki şəkillərdən də gəlin qoyaq. Dal eləyim. Bu ola bilər. Bu olar. Bu şəkillərdən də əlavə elədik. Bunu qoyaq, bunu. Bu qədər şəkil seçdim, 10 dənə şəkil seçdim. Seçdiklərim gördüğünüz kimi bu qədər oldu. Sonra burada bu yerə girirəm. İlk öncə bura basıram və bilirsiniz ki YouTube'da 16'ya 9'dur. Sonra burada necə yerləşdirə bilərik falan, onları yerbəyər eləyirik deyək. Baxın belə. İndi bunu biraz düzəldək. Aralığını eləyirik. Pirog falan. Bu şəkillər. Və baxın hazırdır. Sonra buraları biraz qurtalayırıq. Mən həmişə bunu qoyuram. Görmüsünüz də yəqin ki qapaq şəkillərimə əgər fikir vermisinizsə. Və bura vlog yazırıq. Sonra buradan necə yaza bilərik deyə ona baxırıq. Bunu seçirəm və bu qədər. Qapaq şəklimiz hazırdır. Bu cürə məncə qəşəng oldu. Bunun bunu götürək, bununla yerini dəyişək. Hə, bax belə daha yaxşı oldu. Qəşəng məncə görsənir. İndi bunu bura baxırıq. Məsəl üçün belə bir şeylər. Oy. İyi. Böyle yaşına koyaq. Böyle. Geldik. Görürük. Qapaq şəklimiz bu qədər. Bunu verdik. Bu qədər. Əgər məsəl üçün nəsə əlavə eləmək istəsəz, yəni ki, ta ki mən hərdən telefondan öz şəklimi çəkirəm, sonra arxa planı götürüb şey eləyirəm, məsəl üçün. Burada. Bu məsəl üçün bu şəklim. Bu şəklimi belə bu cürə eləmişdim. Görürsünüz, arxa fon yoxdur. Və bunu videolarıma, videolarıma belə yerləşdirirəm. Neyse, bugünkü videomuz bu qədər idi. Bəyəndinizsə kanala like atıp abone olmayı unutmayın. Sağ olun.